Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Sumqayıt şəhər stadionundan sizləri salamlayırıq. Bugün AFFA 14 liqası Sumqayıt City ələt görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda gözəl futbolla yadda qalacaq. Qarşılaşma başladı. Hava olduqca küləklidir. Ümid edirik ki, gözəl futbol mübarizəsinin şahidi olaraq komandaların heyətləri ilə sizi tanış edirəm. İlk növbədə qonaq komanda ələtdən başlayırıq. Qapıda 12 Uğur Ağaoğlu, 5 Əli Ağa Adilov, 10 Səid Cənnətli, 7 Tunar Mehdiyev komandanın kapitanıdır, 11 Süleyman İbrahimli, 18 Turan Cavadzadə, 7 nömrə komandanın kapitanı Tunar Mehdiyev idi, 18 nömrə Turan Cavadzadədir, 19 Nihat Əsədov, 15 Səyyad Mehdiyev, 17 Ömər Rəhimov, 22 Nazim Heydərli, 24 Rahib Abdullayev. Komandanın baş məşqçisi Zaur Əbilovdur. İndi isə Sumqayıt City'nin heyətini sizlərə təqdim edirəm. 12 Ülvi Həsənli, 4 Murad Əbdurrahmanov, 9 Kapitan Ömər Cabbarlı, 10 Rifat Quliyev, 11 İlqar Ağalarov, 14 Mahir Əmrahlı, 16 Ənsar Həsənli, 19 Nicat Hüseynli, 23 Həmzə Bayramlı, 27 Nihat Cəfərli, 39 Cabir Fərzəliyev. Komandanın baş məşqçisi Camal Camalovdur. Hörmətli tamaşaçılar, hava çox küləklidir. Bəzən futbolçular meydanda ötürmə edərkən də külək topun istiqamətini dəyişir. 8 Dəyanət Cavadov start heyətdə meydana daxil olub və içəriyə doğru ötürmə etməyə çalışır. Qapıya zərbəyə də bənzədi. Onun zərbəsindən sonra top qapının yanından keçir. 12 nömrəli qapıcı Ülvi top oyuna daxil edir. Hörmətli tamaşaçılar, qeyd edim ki, ikinci dövrənin ikinci turunun görüşü sizlərə təqdim olunur. Bu mövsüm Gol TV bu iki komandanın oyununu ilk dəfədir ki, sizlərə təqdim edir. Bu dəqiqələrdə hər iki komanda top uğrunda mübarizə aparır. Dəyanət irəliyə doğru ötürmə. Nihat istiqamətli edilmiş bir ötürmədir, amma Sumqayıt City futbolçuları buna imkan verir. İrəliyə doğru komandanın kapitanı Ömər Cabbar çox sürətli, amma 22 nömrə Nazim topu atı göndərir. Outdan Sumqayıt təmsilçisi topu oyuna daxil edir. İrəliyə Sumqayıt City'ni bugün kifayət qədər azarkeş dəstəkləyir. Cabir artıq içəriyə daxil olub. Cabir topladı qapıya. Zərbə və top qapının yanından keçir. 39 nömrə Cabir Fərzəlizadə. Cərmə zərbəsini Nazim yerinə yetirəcək. Qapı istiqamətinə top qapının üstündən keçir. Təhlükəli alınır. Ələtin 22 nömrəli futbolçusu. İləriyə doğru ötürmə. Kapitan Ömər qapı istəyəm. Qapıya yox, top qapının yanından keçir. Daha bir təhlükəli hücum izləyirik. Hava küləklidir, bəzən epizodları sizlərə təqdim etməkdə çətinlik çəkirik. İləriyə daha bir ötürmə. Turan Cavadzadə yerdə qalıb, diqqətlər hakimləri penalti nöqtəsini göstərir. Bəli, qapıya penalti təyin olunur. Hakimlər isə təqdim etmədim, baş hakim Vaqif Vəliyev ona kömək edir. Rasim Axundov və Əkbər Əliyevdir. Penaltini görək ələt futbolçuları. Hakimdən əşarə gəlir. Qapı istiqamətli və topu qapının üstündən vurur. Nazim Heydərli. Əlverişli qol imkanından yaranmaq mümkün olmur. Sumqayıt City topu oyuna daxil edir. Murad azarkeşlər Sumqayıt City'ni irəliyə qələbəyə səsləyir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, və beləliklə ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Nasıl soyuqdur burada? Bugün belədir ya. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Sumqayıt City ələt görüşü artıq başladı. İlk hissədə
Hər iki komanda təhlükəli hücumlarla yatdı qalıb. Xüsusilə də Ələtin 22 nömrəli futbolçusu Nazim Heydərli penaltidən yararlana bilmədi və bununla da hələ ki görüşdən qol səsi çıxmayıb. Sumqayıt şəhər stadionunda külək davam edir, ötürmədə Ənət qapıya yox. İstədiyi zərbəni vura bilmir. Gün zərbəsi ilə Ələt top oyuna daxil edir. İçəriyə doğru daha bir ötürmə izləyirik. Turan zərbə vurmağa çalışırdı, amma Sumqayıt City oyuncuları buna imkan vermir. İndi sürətli əks hücumu qurmaq üçün əla bir imkan vardı. Tunar hücumun qarşısını kəsir, amma Sumqayıt City daha bir irəliyə doğru ötürməyə komandanın 30 nömrəli futbolçusu Əli Baxışlı qapçı öz qapıya zərbə hesab açıla bilərdi, lakin o topu qapının yanından vurur. Sumqayıt City görüş ərzində bəlkə də penaltidən sonra ən əlverişli imkanı bu idi. 30 nömrəli futbolçunun zərbəsi qapıdan az zaral keçdi. Yəqin ki külək də onun çərçivəyə zərbə indirməsinə mane oldu desək, yəqin ki yanılmaraq. Ənsardan irəliyə doğru ötürmə. Tunar qarşılayır. Amma Sumqayıt City topu yenidən qazanır. Kapitan Ömər Cabbarlı sürətlidir. Ömər artıq cəri meydan daxil oldu. Qapçını keçdi. Ömər topladı qapıya, zərbə və gol! Sumqayıt City topu qapıdan keçirir. İkinci hissədə nəhayət istədiyimiz gol vurulur. 9 nömrə Ömər Cabbarlı. Azarkeşlər sevinir, futbolçular sevinir və Ömər bu gol sevincini komandanın baş məşqçisi Camalovla bölüşür. Artıq meydan sahibləri hesabda. Öndə də Ələt futbolçuları. Bəlkə də o penalti gol olsaydı bu dəqiqələrdə meydanda başqa cür oyun izləyə bilərdik. Əlidən daha bir zərbə topu qapının üstündən vurur. Qapıdan zərbə ilə Uğur dərhal topu oyuna daxil edir. Nazim indi ani bir diqqətsizlik və top qapıda da bu Ələtə baha başa gəlir. Əli Baxışlı az öncə çərçivəyə düşə bilmədi. Bu dəfə isə adını gol vuranların sırasına yazdırır Sumqayıt City'nin oyuncusu. İlk hissədə qolsuz Tunardan içəriyə doğru ötürmə. İndi qapçı da irəli çıxıb. Ələt futbolçuları təhlükəli hücum yox, qapçı sona qədər bu epizodda ülvi mübarizə aparır. Out. İlk hissədən qol səsi çıxmamışdı, amma ikinci hissədə artıq Sumqayıt City 2 gol vurub. Səhiddən əla bir hərəkətlər Ənsar hücumun təhlükəli olmasına imkan vermədi. İləriyə doğru daha bir ötürmə izləyirik. Top oyuna daxil edilir. Cabir. Daha bir ötürmə qapı istiqamətindən daha bir zərbə. Üçüncü gol gəlir Ənsar Həsənli. Nəhayət o da bugünkü görüşdə öz qoluna vura bilir. Mahir Əmrahlının ötürməsini qolla tamamlayır. Komandanın 16 nömrəli futbolçusu Ənsarın qolunu izlədik. Artıq ikinci hissədə outdan Ələt oyuncuları topu oyuna daxil edəcək. İrəliyə doğru ötürmə izləyirik. Sumqayıt City heyətində artıq Kənan Həmidlini oyunda görürük. Əziz Həbibov, Amir Soltanlı da artıq oyundadılar. Sumqayıt City heyətində meydançaya daxil olublar. İrəliyə doğru ötürmə izləyirik. Kənan rəqibdən top almağa çalışırdı. Əziz topu Kənana allaca hərəkətlər yaxşı. Sürət yığdı, hələ ki önü boşluğuna yetişən yoxdur. Kənan içəriyə baxdı, yerlə ötürmə. Burada nəzərsiz bir oyuncu var. Qapı istiqamətindən daha bir zərbə, top və nəhayət qapıya daxil olur. Dördüncü qolu vurur Sumqayıt City'nin 6 nömrəli futbolçusu Amir Soltanlı. Amma burada Kənan Həmidli görün nələr etdi. Əzizin fərqlənməsi üçün əla bir imkan yaratmışdı. Artıq görüşün sonlarına doğru gedirik. Böyük ölçüdə Sumqayıt City artıq qələbəni təmin etdi. Hörmətli futbol azarkeşləri, hər iki komandaya bugünkü oyuna görə, bugünkü soyuq havadakı mübarizəsinə görə təşəkkür edirəm. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun
ən yaxşısı seçirəm. Əlbəttə 8 nömrə Dəyanət Cavadov, oyunun ulduzu isə Sumqayıt City'nin kapitanı Ömər Cabbarlıdır. Sağ olun, sağlam olun, gələn görüşlərə dək.